Salam, dəyərli coğrafiyaçılar. Bu günləri 35 testdən ibarət olan yerin daxili quruluşu, yer qabığını təşkil edən süxurlar və minerallar testlərinin izahına baxacaq. Test 1. Maqmatik süxurlar yaranırlar. Maqmatik süxurlar maqmadan, yəni vulkandan çıxan maqmadan yaranırlar. Maqmanın yer qabığında və yer səthində soyması nəticəsində yaranan süxurlar maqmatik süxurlar hesab edilir. Sadə əzbər tipli sualdır. İkinci suala baxaq. Süxurların nisbi yaşını necə müəyyən edirlər? Süxurların iki cür yaşı var. Biri var mütləq yaş, biri də var nisbi yaş. Nisbi yaş süxurların yatım ardıcıllığını əsasən müəyyən edilir. Yəni daha aşağıda yatan aşağı qat daha qədim süxurdur. Onun üzərindəki süxur ondan bir balaca cavandır yaşına görə. Ən üstdəki qat isə ən cavan qat hesab edilir. Yəni süxurların yatım ardıcıllığını əsasən müəyyən edilir. Mütləq yaşı isə süxurlardakı radioaktiv maddələrin, elementlərin parçalanma müddətinə görə müəyyən edilir. Süxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə müəyyən edilir. Üçüncü suala baxaq. Karst proseslərinin intensiv inkişaf etdiyi süxurlar. Karst prosesləri yuyula bilən süxurlardır. Hansı süxurlar yuyula bilirsə, yəni suda həll olma qabiliyyətinə malikdirsə, həmin ərazidə karst prosesləri intensiv gedəcək. Yəni yuyulma ərazilər yuyulma intensiv gedəcək. Bizə yuyula bilən süxurlar lazımdır. Əhəng daşı yuyulsa da qranit yuyulmaz, bazalt yuyulmaz, qum yuyulmaz, travertin, kvars qumu yuyulmaz. Əhəng daşından gips bəli yuyular. Bunlar yuyula bilən süxurlar olduğu üçün karst prosesləri də baş verə bilir. 4. Maqmatizm nədir? Maqmatizm maqmanın yer səthinə doğru hərəkəti ilə bərabər proseslərin cəmidir. Yəni maqmanın yer səthinə çıxmasından söhbət gedir. Maqmatizm prosesləri vulkan hadisələri zamanı maqmanın yer səthinə doğru hərəkətindən söhbət gedir. Maqmatizm. Ona görə də maqmatizm zamanı misal üçün maqmatik süxurlar yarana bilər. Bəziləri yerin dərinliklərində qalır, bəziləri də yer səthinə çıxır, intruziv və yaxud da effuziv ola bilirlər. Vulkan soyuyandan sonra, yəni maqma soyuyandan sonra. 5-ci sual. Qeyri-üzvü çökmə süxurlara aiddir. Biz bilirik ki, çökmə süxurlar bölünür iki yerə. Biri var qeyri-üzvü, biri də var üzvü. Qeyri-üzvü də öz növbəsində qırıntı və kimyəvi olaraq iki yerə bölünür. Bizdən soruşur, qeyri-üzvü çökmə süxurlara aiddir. Yəni, baxın, ya qırıntı olsun, ya da kimyəvi süxur olsun. Baxaq. Çay daşı. Çay daşı nədir? Qırıntıdır, qeyri-üzvüdür. Lil, qranit, qranitdir, qniesdir. Bunlar artıq ümumiyyətlə metamorfik süxurdur. Yəni, ümumiyyətlə heç çökmə deyil. Nəinki üzvü və yaxud da qeyri-üzvü olsun. Qum, torf. Torf üzvü, almaz metamorfik süxurdur, olmaz. Qum, çay daşı, gil, çınqıl. Bəli, bunların hər biri çökmə süxurlar, qeyri-üzvü süxurlar hesab edilir. Qum, çay daşı, gil və çınqıl. Əlbəttə, bunlar da qeyri-üzvünün hansı hissəsinə aiddir? Qırıntı olan hissəsinə aiddir, görürsünüz. Növbəti 6-cı suala baxaq. Çökmə mənşəli faydalı qazıntılar. Yəni, çökmə süxurlar olsun. Çökmə mənşəli faydalı qazıntılar ya üzvü olsun, yaxud da qeyri-üzvü. Ancaq çökmə mənşəli süxurlar olsun. Baxaq, daş kömür çökmədir. Yəni, üzvüdür, yana biləndir. Dəmir filizi artıq maqmatikdir, olmaz. Neft olar, əhəng daşı olar, fosforit olar. B variantı düzgün variantı. Çünki neftdir, əhəng daşıdır, fosforitdir. Hər biri görürsünüz ki, çökmə mənşəli faydalı qazıntılar hesab edilir. Növbəti 7-ci sual. Faydalı qazıntı yataqlarının yerləşməsi asılıdır. Əlbəttə ki, onun geoloji quruluşundan birbaşa asılıdır. Yəni, ərazinin quruluşu nədir? Ərazidə yerləşən süxurlar hansı geoloji dövrdə
yaranır və hansı süxurlar var o ərazidə. Yəni bir sözlə ərazinin geoloji quruluşundan asılıdır. Bu qədər sadə. 8. Çökmə, maqmatik və metamorfik mənşəli süxurların ardıcıllıqla verildiyi sıranı müəyyən edin. Birinci nə olsun? Çökmə. Sonra maqmatik olsun. Sonra isə metamorfik olsun. Baxaq. Bazalt maqmatikdir. Ümumiyyətlə burada birinci çökmə olmalı idi. Maqmatik gəlir. Əhəng daşı çökmə. Bazalt maqmatik, mərmər metamorfik. Bəli, B variantı düzgündür. C variantında çay daşı çökmə. Gil o da çökmə, yəni maqmatik deyil. Qum çökmə. Tabaşir o da çökmə, ona görə D-də olmur. Torf çökmə, qum daşı o da çökmə, ona görə Y-də olmaz. 9. Müvafiq olaraq qırıntı, kimyəvi və üzvü mənşəli süxurları müəyyən edin. Mərmər metamorfik süxurdur ümumiyyətlə. Kalyum duzu qırıntı yox, kimyəvidir. Birinci deyil, qırıntı olsun. Bazalt metamorfik süxurdur. Nəinki ümumiyyətlə çökmə süxur deyil. Çınqıl qırıntıdır. Gips kimyəvidir. Qum daşı da qırıntıdır. Ona görə qum daşı üzvü olsaydı D variantında götürə bilərdik. Çınqıl qırıntıdır. Xörək duzu kimyəvidir. Daş kömürü isə üzvüdür. Bəli. E variantı düzgün variantdır. 10-cu sual. Karst proseslərinin intensiv inkişaf etdiyi süxurlar. Yəni, bayaqki sual tipli. Yuyula bilən süxurlar olmalıdır. Yuyula bilən süxurlar əhəng daşıdır, gipsdir, dolomitdir. Bu süxurlar yuyula bilirsə, burada karst prosesləri inkişaf eləyə biləcək. Növbəti sualımıza baxaq. 11-ci sual. Nə soruşur bizdən? Metamorfik süxurların yaranmasının səbəbi. Yoldaşlar, metamorfik süxurlar yüksək təzyiq və temperatur şəraitində süxurun bir haldan digər halına çevrilməsidir. Yəni, çevrilmə süxurlardır. Süxurlar dəyişir. Ya maqmatik süxurlardan çevrilə bilir, yaxud da çökmə süxurlardan. Fikir verin metamorfik süxurlarımıza. Fikir verin, çevrilmədir hamısı. Qum daşı çökmə olub, çevrilib kvarsitə metamorfikə. Gil çökmə olub, çevrilib gilli şistə metamorfikə. Qranit maqmatikdir, çevrilib metamorfikə. Əhəng daşı çökmədir, çevrilib metamorfikə. Yəni, çevrilmə olmalıdır. Yüksək təzyiq və temperatur nəticəsində süxurun bir haldan digər halına çevrilməsi. Kimyəvi çökmə süxurlar əmələ gəlirlər. Kimyəvi çökmə süxurlar deyir, necə əmələ gəlirlər? Suda həll olan maddələrin çökməsindən. Suda həll ola bilən maddələr, yuyula bilən maddələr. Onlar sonra zaman-zaman çökürlər suyun dibinə və kimyəvi çökmə süxurları əmələ gətirirlər. 13-cü sual. Qədim dağlıq ərazilərdə zəngin filiz faydalı qazıntı ehtiyatlarının olmaları nə ilə əlaqədardır? Deməli, biz bilirik ki, filiz faydalı qazıntılar yerdə, yerin tərkibində, yer qabığında, üstdə bərk süxurların, kristallik bünövrənin səthə yaxın yerləşdiyi ərazilərdə, yəni onu çıxartmaq daha asandır. Yəni, ümumiyyətlə, belə deyim də, filiz ehtiyatları kristallik bünövrədədirlər. Platformanın yer səthinə yaxın olan ərazilərində, harada qədim dağlar varsa, onun kristallik bünövrəsi səthə yaxın yerləşirsə, həmin ərazilərdən filizi çıxartmaq daha asandır. Yəni, fikir verin D variantına. Aşırma nəticəsində kristallik, maqmatik süxurların səthə çıxması ilə, harada kristallik bünövrə səthə yaxındırsa, həmin ərazilərdə filiz ehtiyatlarını çıxartmaq daha məqsədə yoxundur, daha asandır. Misal üçün, bax, burada 14-cü sualda baxın, bax, sipərlər var. Kristallik bünövrə harada səthə yaxındırsa, bax, bu ərazilərdən filiz faydalı qazıntılarını çıxartmaq daha asandır. 14-cü sualda görək nə deyir? Sxemə əsasən rəqəmlərə uyğun gələn süxur növlərini müəyyən edin. Bax, üstdəki nə deyir? Çökmə süxurdur. Fikir verin, çökmə süxur. Bir nədir? Bir isə kristallik bünövrədir. Yəni, daha aşağıda olan süxurdur. Yəni, bu hissələr nə oldu? Çökmə süxurlar. Aşağıdakı qat isə maqmatik, metamorfik süxurlar, yəni kristallik bünövrədə ola bilən süxurlar.
O da hansı variantda var? Bir də çökmə yox. Maqmatik və metamorfik süxurlar olacaq. Baxın bu hissədə. Kristallik növrədə maqmatik və metamorfik süxurlar. 2-də isə çökmə süxurlar. 15-də nə deyir? Sxemdə süxur laylarının hansı yatım forması göstərilmişdir? Süxur laylarının. Baxın, bu əyilmə sınmayıb da. Əgər sınıb əyilib qalxsaydı, bu başqa olardı bu formada. Sınmayıb əyilib qalxıbsa, bu antiklinal və sinklinaldır. Sınıb əyilib qalxma olsaydı, ona graben horse deyərdik. Sınmadan əyilib qalxıbsa, bu antiklinal və sinklinal hesab edilir. Yəni B variantı. 16-cı sual. Maqmatik mənşəllidir. Dəmir, mis, nikel. A variantı. Bəli, düzgün variantdır. Maqmatik mənşəllidir, yəni metal tərkiblidir. Maqmatik süxurlardır. Metal tərkiblidir. Dəmir, mis, nikel. Misal üçün B variantında gil çökmədir. Olmaz. C variantında qumdur, çökmədir. Kvarsitdir, metamorfikdir. D-də əhəng daşı çökmədir. Y-də mərmər metamorfikdir, yəni maqmatik deyirlər. 17-ci suala baxaq. Litosferi əmələ gətirən təbəqələr. Litosferi nələr əmələ gətirir? Yer qabığı, ən üstdə yer qabığı, sonra nə? Üst mantiya. Yer qabığı ilə üst mantiya birlikdə yerin bərk təbəqəsi olan litosferi əmələ gətirir. 18-ci sual. Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir? Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir? Dəmirdir, nikeldir, urandır. Bunlar yerin nüvəsində üstünlük təşkil edir. Ağır metallar yerin mərkəzində yığılıb, yüngül metallar isə kənarlara doğru səpələnib. Yəni yerin mərkəzində ağır metallar toplanıb. Dəmirdir, nikeldir, urandır. 19. Filiz faydalı qazıntıların verildiyi sıranı müəyyən edin. Yəni filiz olsun. Yanar şist filiz deyil. Daş duz filiz deyil. Yəni filiz olsun. Digər adından desək metal olsun. Metal tərkibli. Əhəng daşı filiz deyil. Dəmir filizdir. Mis filizdir. Polimetal bəli. Bunlar filizlərdir. Gipsdir, neftdir, filiz deyil. Mis filizdir. Xörək duzu filiz deyil. Təbii qaz filiz deyil. 20-ci sual. Yanlış bəndi müəyyən edin. Yanlış olanı bizdən soruşur. Faydalı qazıntı yanar və filiz tərkibliləri olsun. Baxaq. Bir daş kömür yanardı. Gətirib yerinə qoysaq, daş kömürü yanar olar. Bəli. Sonra əhəng daşı yanar. Xeyr, əhəng daşı yanar deyil. Çökmədir. Bizdən yanlış olan deyirsə, elə D yanlış olacaq. Dəmiri gətirib qoysaq 5-in yerinə, bəli, dəmir filizdir. Torfu gətirib qoysaq bura, bu hissi, bəli, torf yanardı. Boksidi gətirib qoysaq 4-ə, bəli, boksit də filiz hesab edilir. Filiz ümumiyyətlə uyğun gəlməyən əhəng daşıdır. D. 21. Sxemə əsasən süxurların yatım ardıcıllığına görə nisbi yaşının azalan sırasını müəyyən edin. Nisbi yaş azalan sıra deyirsə, ən aşağı qatdan yer səthinə yaxınlaşdıqca, yuxarı getdikcə süxurların yaşı da azalacaq. Yəni kvarsitdən başlayıb qranit, gil, qum. Kvarsit 1, qranit, gil, qum. Ardıcıllıq bax bu formada olacaq. 1, 2, 3, 4. Növbəti sualımıza baxaq. 22-ci suala. Uyğun bəndi müəyyən edin. Nə soruşur bizdən? Gil. Gil necə süxurdur? Birdən mərmər, xeyr, qranit. Bəli, gil ümumiyyətlə çökmə süxurdur. Bildiyimiz qədər gil çökmə süxurdur, hətta qırıntıdır. Qırıntı süxurlarına aiddir. Yəni gilin yanında bir çökmə süxur olmalıdır. Digər çökmə süxur ola bilər. Nə ola bilər? Mərmər ola bilərmi çökmə süxur? Xeyr. Qranitdir, metamorfik süxurdur. A ilə B-də olan mərmərlə qranit. Həmçinin C-dəki qranit çökmə süxurdur. Olmaz. Gilli şist. Gilli şist.
Bu da olmaz. Qum daşı da olmaz. Bir dəqiqə. Burada bəli, burada çevrilməni soruşur da bizdən. Heç fikir verirəm bu hissəyə. Çevrilmə. Yəni metamorfik suxurları müəyyən edəcək. Gil nəyə çevrilir yoldaşlar? Gil gilli şistə çevrilir, eləmi? Gil çevrilir gilli şistə. Qnyes nədən çevrilir? Qranitdən, qranitdən. Granit. Qranit çevrilir qnyesə. Əhəng daşı da çevrilir mərmərə. Mərmərə. Deməli gilli şist, qranit, mərmər D variantı. 23-ə baxaq. Suxurlarla bağlı uyğunluğu müəyyən edin. Baxaq. Kimyəvi, qırıntı, üzvü. Bəli, hərəsini uyğunlaşdırma ilə öz yerinə qoymaq lazımdır. Kimyəviyə, qırıntıya və üzvüyə nələr aiddir? Misal üçün qum. Qum nədir? Qum baxın bu hissədən görürsünüz ki, qırıntıdır. Qumu gətdik, qoyduq qırıntının qarşısına. Gips. Gips necədir? Gips kimyəvidir, yəni yuyula biləndir. Gipsi gətirdik, qoyduq hara? Kimyəvinin qarşısına. Sonra daş duzu. Daş duzu necədir? Daş duz, o da yuyula biləndir. Yuyula biləndirsə xörək duzu olsun, daş duzu olsun, bu da kimyəviyə aiddir. Sonra çınqıl, əlbəttə ki, çınqıl bilirik ki, qırıntıdır. Gətirdik, qoyduq qırıntının qarşısında. Torfla daş kömür isə bunlar üzvüdür. 5-6-nı da üzvünün qarşısında yerləşdiririk. 24-cü sual. Effuziv mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Maqmatik suxurlar iki ərazidə zəmlənə bilir. Biri intruzivdir, biri isə effuzivdir. İntruziv dərinlik suxurlarıdır. İntruziv. Qranitdir, kabrodur, dioritdir, diorit. Sienitdir. Bunlar yerin daxilində, maqma yer səthində çıxan zaman yerin daxilindəki bərk suxurların arasında kipləşərək, sıxılaraq qalırlar və sıxlaşmış suxurlara, intruziv suxurlara çevrilirlər. Yox, maqmanın yer səthinə rahatlıqla çıxandan sonra səthə yayıldığı suxurlar isə effuziv suxurlar hesab edilir. Bizdən də soruşur nəyi? Bizdən də soruşur effuziv suxurlar. Vulkan püskürməsi zamanı lavanın səthə çıxması nəticəsində yaranır. Yerin daxilində sıxlaşması nəticəsində isə intruziv suxurlar yaranırdı. Suxurların mütləq yaşı necə müəyyən edilir? Mütləq yaş bayaq izah elədim ki, suxurlardakı radioaktiv maddələrin parçalanma müddətinə görə, suxurlardakı yatım ardıcıllığı nisbi yaşdır. Suxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə suxurların mütləq yaşını müəyyən etmək olur. 26-cı sual. Cənubi Afrikanın filiz mənşəli faydalı qazıntıları ilə zəngin olmasının səbəbi. Yoldaşlar, filiz mənşəli faydalı qazıntılar qədim dağların bünövrələrində, onların yer səthinə daha yaxın yerləşdiyi ərazilərdə müəyyən edilir. Yəni, kristallik bünövrənin səthə yaxın yerləşdiyi ərazilərdə filiz mənşəli faydalı qazıntılar çoxdur. Maqmatik suxurların üstünlük təşkil etməsi, yəni kristallik bünövrənin də yer səthinə yaxın yerləşməsi, maqmatik suxurların üstünlük təşkil etməsi səbəb olur nəyə? Filiz mənşəli faydalı qazıntılara. Lakin, zaten filiz mənşəli faydalı qazıntılar, yəni hansı suxurlardır? Maqmatik suxurlar deyil. Bəli. Ona görə A variantı. 27. Misal üçün, variantların digərinə baxaq burada. Ərazinin çox hissəsinin tropik iqlim qurşağında yerləşməsi. Yəni, bunun nə əlaqəsi? Geoloji quruluşun məhsulu olmalıdır. Enliğin heç bir adiyyəti yoxdur buna. Çökmə suxurların geniş yayılması. Çökmə suxur geniş yayılırsa, çökmə mənşəli faydalı qazıntı olardı da. Cavan dağlar, xeyr, qədim dağlar. Fəaliyyətdə olan vulkanların çox olması, ümumiyyətlə, həmin ərazidə fəaliyyətdə olan vulkan yox deyil. 27-də nə deyir? Şimali Afrikanın neft, qaz və fosforit yataqları ilə zəngin olmasının səbəbi. Şimali Afrikada neftdir, qazdır, bunların olması üçün çökmə suxurlar çox olmalıdır. Çökmə suxurlar üstün olmalıdır ki, orada neft, qaz üstünlük təşkil edəsin. 28-ci suala baxaq. Göstərilmiş məntəqələrin hansılarında fiziki aşınma daha zəif müşahidə edilir?
Fiziki aşınma bilirik ki, fiziki aşınma səhralarda güclü olur. Haralardakı rütubətli ərazilərdir, orada fiziki aşınma zəifdir. Bizdən rütubətli əraziləri seçməyimizi istəyir. Ekvatorial yanı ərazilərdə rütubətli olduğu üçün orada fiziki aşınma zəifdir. Göstərilmiş məntəqələrin hansında intensiv fiziki aşınma müşahidə edilir? Haralardakı səhralıqdır, qurudur ərazilər, quraq ərazilərdir. Orada fiziki aşınma çoxdur. Misal üçün, Mərkəzi Asiyada, misal üçün, Avstraliyanın mərkəzində, misal üçün, Misirdə, Liviyada, səhralıqda. 30-cu sual. Cədvələ əsasən süxurların mənşəyinə görə düzgün verilmədiyi sıranı müəyyən edin. Düzgün olmayan sıranı soruşur, baxaq. Qırıntı çökmə, çay daşı, qum, çınqıl, bəli, problem yoxdur, uyğunluq düzgündür. Kimyəvi çökmə, gipsdir, xörək duzudur, dolomitdir, bəli, problem yoxdur. Üzvü çökmə süxurlar, torfdur, neftdir, təbii qazdır, bəli, hər biri üzvüdür. Metamorfik, kvarsit, qnyes, almaz, bunlar bəli, problem yoxdur burada da. İntruziv maqmatik çökmə, intruziv maqmatik süxurlar, qranit, pemza, bazalt. Bunlar qranitlə kabro, diorit, siyonit olsaydı, bəli, pemza ilə bazalt intruziv yox, effuzivdir. Bax bu hissədəki gördüyünüz kimi. Ona görə 5-də problem var. 31-ci suala baxaq. Düzgün verilmiş səbəb-nəticə əlaqələrini müəyyən edin. Baxaq, düzgün səbəb-nəticəni soruşur. Yerin daxilində radioaktiv elementlər parçalanır. Bəli, parçalanır. Bir-birinə reaksiyaya girir, yəni. Nəticədə görək, yüksək temperatur şəraiti yaranır, bəli. Yer daxilində radioaktiv maddələr bir-birinə reaksiyaya girir. Yüksək temperatur və yüksək təzyiq yaranır. Bu düz fikirdir. Bir yanı uyğundur. 2. Yüksək temperatur nəticəsində qum daşı əriyir, mərmərə çevrilir. Qum daşı kvarsitə çevrilir. Mərmərə çevrilən əhəng daşıdır. Yəni 2 səhvdir. Astenosfer üzərində maddələrin yer dəyişməsi baş verir. Astenosfer üzərində maddələrin yer dəyişməsi baş verir. Litosfer tavalarının hərəkətinə səbəb olur. Bəli, astenosferin üzərində litosfer yerləşir. Astenosfer qatının üzərində ümumilikdə yer qabığı və üst mantiya birlikdə litosfer adlanır ki, onlar hər ikisi yerləşirlər nəyin üzərində? Astenosferin üzərində. Bəli, düz fikirdir. Qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazikdir. Qranit qatı okeanda yoxdur. Bunu bilirik. Okean yer qabığı da nəticədə daha nazikdir. Bəli, bu da düz fikirdir də. Yer qabığı və üst mantiya birlikdə daha hərəkətli astenosfer qatını yaradır. Yer qabığı və üst mantiya birlikdə litosferi yaradır. Litosfer. Astenosferi yox. Arxey və proterozoy eralarında canlı orqanizmlər aşkarlanmamışdır. Arxfanerozoy eonuna aid deyil. Kriptozoy eonuna aiddir. Yəni arxey və proterozoy eralarında canlı orqanizmlər aşkarlanmamışdır. Bəli, aşkarlanmamışdır. Bu kriptozoya aiddir. Fanerozoya yox yəni. Ona görə 1, 3, 4. Növbəti sualımıza baxaq. 32. Doğru fikirləri müəyyən edin. Mezozoy erası paleozoydan cavan olsa da, davam etmə müddəti daha çox olmuşdur. Mezozoy paleozoydan cavandır, düz deyir. Ancaq ki, davam etmə müddəti paleozoydan cavan olsa da, davam etmə müddəti daha çox olmuşdur. Xeyr, az olmuşdur. Mezozoy 170 milyon il davam edib, paleozoy təxminən 345 milyon il. Yəni çox olmayıb, ona görə biri götürə bilmirik. İlkin neft yataqları proterozoyda yaranmışdır. Xeyr, ilkin neft yataqları mezozoyda yaranmışdır. Bir də baxın, o hissəni gətireyim. Buradan baxaq. Bu hissələrə baxın. Baxın, paleozoy 345 milyon il. Mezozoy nə qədədir? Mezozoy 170 milyon il. Sonra ilkin neft mezozoyda yaranıb yəni.
Böyük Xınqan və Kap dağları Paleozoy erasında yaranmışdır. Bəli, Böyük Xınqan dağları, Kap dağları qədim dağlardır. Onlar Paleozoy erasında yaranıblar. Şərqi Afrika yaylası fəal seysmikliyi ilə seçilir. Bəli, Afrikanın şərqində sınma zonası var. Orada fəal seysmikliyi ilə fərqlənir həmin ərazilər. Cavan platformalar Kaynazoy erasında yaranmışdır. Cavan platformalar Kaynazoy erasında yox, Paleozoyda yaranmışdır. Qədim platformalar isə Paleozoydan əvvəl Kembriyə qədərki dövrdə yaranmışdır. Yəni 5 də səhvdir. Avstraliya platformasının əyilmə zonalarında kristalik bünövrə çox dərində yerləşir. Bəli, ümumiyyətlə Avstraliya olsun, fərqi yoxdur. Hara olur olsun, əyilmə zonalarında çökmə süxurlar çox olur və kristalik bünövrə daha dərində yerləşir. 33-cü suala baxaq. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Baxaq. Sakit Okean tavasının subduksiya zonaları zəlzələlərin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. Doğrudur, bəli, doğrudur. Subduksiya gömülmə zonasıdır. Tavaların sərhəddində gömülmə baş verir. Misal üçün, bir-birinə toqquşduğu yerdə. Misal üçün, fikir verin. Burada Sakit Okean tavası gömülür nəyin altına? Avrasiya tavasının altına və burada subduksiya zonası var. Gömülmə zonası. Həmin ərazilərdə zəlzələ vulkanlar baş verə bilir. Ona görə misal üçün, baxın, Yaponiyada şiddətli zəlzələlər baş verə bilir. Platformalar daxili quruluşuna görə 2 qatdan ibarətdir. Platformalar daxili quruluşuna görə bəli 2 qatdan ibarətdir. Çökmə vat və kristallik bünövrə. Yanlışdır, bəli, bu düz doğru ola bilərdi. Doğru olsaydı götürərdik. Yanlış olduğu üçün götürə bilmirik. Böyük Suarizi dağları geoloji yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Bunlar Şərqi Avropa platforması qədim platformadır, Qərbi Avropadan nisbətən. Həm də ki, Böyük Suarizi dağları da qədim dağlardır. Yəni bunlar bərabərdir yaşları, yəni düzgün deyil. Ona görə götürə bilmirik. Şimali Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadadır. Bir dəqiqə baxın, misal 3-də nə demək istəyirsə, Böyük Suarizi dağları bilirik ki, nə zaman yaranıb? Yaranıb Paleozoyda. Bunu bilirik. Şərqi Avropa qədim platformadır. Qədim platforma nə zaman yaranıb? Paleozoydan əvvəl, yəni Kembriyə qədər Kriptozoy eonunda yaranıb. Yəni daha qədimdir. Burada da deyir ki, Böyük Suarizi dağları yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Böyük Suarizi dağları Şərqi Avropadan daha cavandır. Bəli. Yəni burada doğru olsaydı götürə bilərdik. Yanlış olduğuna görə götürə bilmirik. 4-də Şimali Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadadır. Şimali Amerika tavası, baxın bu tava, Avrasiya ilə hansı zonadadır? Divergentdədir, bəli. Avrasiya qərbə doğru gedir. Şimali Amerika, Avrasiya daha doğru şərqə doğru hərəkət edir. Avrasiya tavası. Şimali Amerikada qərbə doğru. Yəni bir-birindən aralanırlar. Həmin o aralanma zonası divergent zonalar hesab edilir. Aralanma divergent. 4 düzdür. Vulkanik lava sıyıq olduqda, o ətraf ərazilərə yayılır. Bu da düzgündür. Yamacları örtür, çökəkliklərə dolur. Doğru, bəli. Vulkanik lava sıyıq olduqda, yəni duru olduqda, bu da əsasən okeandakı vulkanlarda baş verə bilir. Misal üçün, Havay adalarındakı vulkanlarda Mauna Loa, Mauna Kea, Kilauea vulkanı var da Havay adalarında. Həmin ərazilərdə vulkanlar qalxanvari olurlar. Yəni, belə deyim də, vulkan krateri dik olmur. Bu formada olmur. Nisbətən bax, bu formada olurlar. Yəni, yüksəklikləri çox ola bilmir və sıyıq olurlar. Səthə çıxan kimi dağılırlar kənarlara. Yəni, hündürlük yarada bilmirlər. Aydındır. Ona görə bu da doğru fikirdir, götürürük. 6-da nə deyir? Şimali və Cənubi Amerika litosfer tavaları qərb istiqamətində hərəkət edirlər. Şimali Amerika qərbə doğru gedir. Cənubi Amerikada hara doğru gedir? Qərbə doğru gedir. Doğrudur. Doğru olsaydı götürərdik. Yanlış olduğu üçün götürə bilmirik. Növbəti suala baxaq. 34-cü suala. Uyğunluğu müəyyən edin.
Geotermik pillənin kiçik olduğu ərazilər, geotermik pillənin böyük olduğu ərazilər. Yoldaşlar, geotermik pillə temperaturun 1 dərəcə dəyişməsi üçün lazım olan metr. Bu da, misal üçün, geotermik pillə litosfer havalarının sərhədlərində, yəni geosinkral ərazidə geotermik pillə az olur. Yəni temperaturun 1 dərəcə artması üçün, misal üçün 15 metrə lazımdır və yaxud da 10 metrə. Ancaq platformalarda yerin daxilinə getdikcə geotermik pillə, yəni temperaturun 1 dərəcə artması üçün 25 yox, bir 50 metrə, 100 metrə, bəzi ərazilərdə 200 metrə lazımdır. Aydındır. Yəni geotermik pillə geosinkral ərazilərdə kiçik olur, platformalarda böyük olur. Pillənin deməli kiçik olduğu ərazilərə biz geosinkral ərazidə yerləşən dağ və yaxud da düzənlik ovalıqları götürə bilərik. La Plata ovalığı platformada yerləşir, toqquşma zonasında deyil. Ona görə orada geotermik pillə böyük olacaq. Meksika yaylası, bəli, toqquşma zonasındadır. Ona görə Meksikanı götürəcək geotermik pillənin kiçik olduğu əraziyə. İran yaylası da həmçinin Alp-Himalay zonasında yerləşir. Geosinkral ərazidə yerləşir. D. Orta Sibir yaylası. Orta Sibir yaylası yerləşir arada platformada, materikin mərkəzində. Geotermik pillə böyük olacaq. Hindukuş dağları. Hindukuş dağları yerləşir Alp-Himalay zonasında. Yəni orada da geotermik pillə kiçik olacaq. 35-ci sual. Uyğunluğu müəyyən edin. Kimyəvi çökmə süxurlar, effuziv maqmatik süxurlar və bir də metamorfik süxurlar. Yenə yoldaşlar, baxın, süxurların cədvəlindən yazmaq lazımdır. Kimyəvi çökmə süxurlar, qranit və qnyes. Bunlar hər biri metamorfik süxurlardır. Baxın, qranit, qnyes. Hər biri metamorfik süxurlardır. Yəni A getdi 3-ə. Xörək duzu və gips. Xörək duzu və gips hər biri nədir? Çökmə süxurlardır. Xörək duzu və gips. Yəni B getdi 1-ə. Bazalt və vulkanik şüşə. Baxın, magmadan yaranırlar. Magmatik süxurlardır. Hətta magmatikin, belə deyim də, effuziv süxurlarıdır. Almaz və qnyes. Bunlar almazdır. Ano, qnyesdir. Bunlar metamorfik süxurlar hesab edilir. Almaz və qnyes. Kvarsit və mərmər. Kvarsitdir, mərmərdir. Bunlar da metamorfik süxurlar hesab edilirlər. Bir dəqiqə 1-ə, B, 2-ə, C, 3-ə. Bir dəqiqə yoldaşlar fikir verin. Burada graniti götürüb qeyd eləmişəm mən metamorfik süxurların içərisində. Granit, daha doğrusu qnyesi. Qnyes metamorfik süxurdur. Granit isə magmatik süxurdur. Yəni ona görə graniti buradan götürə bilmərik. Ona görə ümumiyyətlə A-nı götürə bilmərik qranitə görə. Növbəti sual, bəli, 35-ci sonuncu sual idi. Diqqətinizə görə çox sağ olun, hələlik.